Salam əziz Fabelikçilər. Bugün mən sizə Fabelik saytında öz şəxsi qrupumuza baxmağı, ödənmiş və ödənməmiş ballara nəzarəti öyrədəcəm. İndi bunun üçün Google-a giririk və burada axtarış yerinə də Fabelik yaza bilərsiniz. Məndə düşüb deyə birbaşa girirəm. Fabelikin üstünə vurub daxil oluram. Mən də əvvəlcədən səhifəyə giriş eləmişdim deyə mənim kodum qalıbdı. Əgər siz girəndə sizin yəqin ki burada girişiniz olmayacaq. Ona görə də sağ yuxarıdakı profil şəklindən də giriş edə bilərsiniz və yaxud da sol tərəfdəki burada da sizdə giriş olacaq. Baxın, bu Vəlibəyli Humay yerində giriş olacaq. Oradan da girə bilərsiniz. Biz bura girəndən sonra mən burada hesabımdayım deyə burada mən profil şəklini vuranda məndən giriş istəmir. Şəxsi kabinetə giririk, məlumatlarımı göstərir. Şəxsi kabinetə girəndən sonra yenə yuxarıdakı balaca profilin üstünə vururuq və burada bizim bütün başlıqlar açılır. Bugün biz hesabatlara baxacağıq. Ona görə də hesabatları açırıq. Marketinq üzrə hesabatlar. Burada görürsünüz bütün hesabatlar var. Start proqramı olsun, şəxsi qrupun start proqramı və bütün hər bir şey, strukturun analitikası, yekun göstəricilər, maaşı olanlar yekun göstəricilərdən baxa bilərlər. Biz bugün əsas iki başlığa baxacağıq. Şəxsi qrup məsləhətçilərinin ödənilmiş və ödənilməmiş balları və şəxsi qrup üzrə informasiya. Birinci şəxsi qrupun ödənilmiş və ödənilməmiş ballarına baxaq. Bax, vururuq. Və bizdə Excel səhifəsi açır. Siyahını açır. Düzdür, kataloqun indi başlanğıcıdır. Hələ ki, zakaz vurulanlar azdır. Baxın, burada məsləhətçinin qeydiyyat nömrəsini, adı soyadını və ödənmiş, ödənməmiş ballar. Bunlar verir. Ödənmiş ballarda, yəni biz bilirsiniz ki, hansı balı ödəyiriksə məbləğini bu kataloq dövründə hələ ki bizim ödənmiş balımız yoxdur. Amma qrup olaraq 137 ödənməmiş balımız var. Bir də burada üçüncü var, ödənməmiş ballar avtosifariş səbəti. Bəzi məhsullar olur ki, ambarda olmur. Amma biz onu ambarda olmasa da əvvəlcədən sifariş verə bilirik. Buna avtosifariş deyirik. Yəni o malları əvvəlcədən sifariş verəndə özü avtomatik ambara gələndə bizim səbəbi zakaz vurmamış bizə gəlir. Bu bütün zakazlara, məhsullara aid deyil. Bəzi məhsullara aiddir, hansı ki onun şirkət özü hesablayıb avtosifarişə sala bilir. Bu qədərdir. Bir də bizdə indi kataloqun sonunda, mən kataloqun əvvəldə çəkirəm deyə burada bir səhifədir hələ ki. Məsələn, zakaz vuranlar çoxalır, ödəmiş, ödənməmiş balları hamısı göstərilir və 2 səhifə ola bilər. Yuxarıda burada görürsünüz, bu birin qabağındakı oxu vursaz, növbəti səhifəyə keçib, növbəti səhifədəki məsləhətçilərin ballarına da və yekun nəticələrə də baxmaq olar. Bu qədər asan bir şeydir. İndi gələk şəxsi qrup üzrə informasiya, qrup məlumatlarına baxaq. Burada bizim seçməli olduğumuz bir neçə başlıq var. Məsələn, biz indi 6-cı kataloqdayıq və 6-cı kataloqun nəticələrinə baxırıq. Əgər 5-i istəsək və ondan əvvəlkiləri hansı kataloqu istəsək, nəticələrinə baxa bilərik. Bir də burada sıfır məbləğləri daxil edin sözünün üstünə vururuq. Çünki onun üstünə vurmasaq, bizim qrupumuzda hər bir kəsi görə bilmərik. Ancaq kimlərin öz şəxsi balı varsa, onlar görə bilərik. Ona görə də qrupun hamısını görmək üçün sıfır məbləğlərə daxil et sözünü vurub siyahını açırıq. Siyahı açıldı. Baxın, bizim 9 səhifəlik siyahımız var. 9 səhifəli siyahımız var. Gəlin indi izah eləyək bir-bir. Deməli, birinci burada yəqin ki, bu səhifə açılan kimi bizim diqqətimizi cəlb edəyim. Bu qırmızı rəngli məsləhətçilərdir. Bu nə deməkdir? Bu o deməkdir ki, məsələn, burada mən sizə bir şey göstərim. Qırmızı
Ürəkli məsləhətçilərin qabağında status strukturunda görürsüz, burada status yazılan sütunda K18 yazılıb. Yəni 18 katalogdur. Bu məsləhətçi zakaz vurmur. Yəni 1 ildir. Fabelikdə belə bir şey var ki, biz kataloqa fabelika qeydiyyat oluruqsa, bir dəfə zakaz vursaq belə, yəni sonra zakaz vurmasaq, əgər zakaz vurub sonra vurmuruqsa, 1 il bizim adımız qalır fabelikdə. Ona görə də bunlar 1 ildir ki, zakaz vurmayıb və şirkət bunlara belə qırmızı rənglə yazmaqda məqsəd odur ki, xəbərdarlıq edir. Yəni gələn kataloq bu adlar silinəcək. Bizim də borcumuzdur ki, bir lider olaraq həmin məsləhətçilərə xəbər verək ki, sizin bu kataloq zakaz vurmasanız adınız silinəcək. Əgər istəyirsinizsə silinməsin və ya davam eləmək istəyirsinizsə, buyurun zakazlarınızı yerləşdirin. Bir də mən bu ad silinməklə bağlı başqa bir şey də göstərmək istəyirəm. 9-un qabağındakı oxu vurub, keçirəm növbəti səhifəyə. Birində vurum. Burada bir şey var, onu göstərmək istəyirəm ki, 2 cür ad silinə bilir. Məsələn, burada. Ələkbərova Səkinənin adının qarşısında K6 yazıb, K18 yazmayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, digər qızlar bir dəfə zakaz vurublar, 1 il bundan qabaq zakaz vurublar, artıq vurmayıblar. Amma Səkinə qeydiyyat olub, heç bir zakaz vurmayıb. Fabelika qeydiyyat olub, heç bir zakaz vurmursunuzsa, 6 kataloq adınız orada qalır. 7-ci kataloqda ad silinir. Bu o deməkdir. Yəni öz qruplarınıza baxanda belə bir şey görəndə, birində kataloq 6, birində kataloq 8 görəndə orada başa düşün ki, niyə elə olubdu. Burada mən göstərmək istədiyim bir neçə şey var idi. Keçək əvvəlki səhifəyə. Mən bunu telefonda çəkirəm. Sizin kompüteriniz varsa, orada daha rahat baxa bilərsiniz. Baxın, burada demək göstəribdir. Ambar Azərbaycan ambarıdır. Yəni Azərbaycandakı ambardan götürürük. Səviyyə. Bu səviyyə məsələsini mən izah edeyim. Baxın, mənim adımın qarşısında görürsüz 0 var. Yəni birinci bu qrupda, bu komandada, bu siyahıda ən birinci mən gəlirəm və məndən sonra gələnlər var. Baxın, Səfərova Gülnarın qabağında 1 yazılıb. Bu yəni birbaşa mənim üstümdədir. Birinci xəttimdir. Bu o deməkdir. Birinci xəttimdir. Məsələn, Əliyeva Nuranənin qarşısında 2 yazılıb. Yəni o mənim ikinci xəttimdir. Nuranə validənin üstündəki qızdır. Validə birbaşa mənim birinci xəttimdir. Nuranə validənin dəvətlisidir. Validənin üstündə qeydiyyatdadır və məndən sonra ikinci insandır. Yəni mənim ikinci xəttimdir. Bu adların qarşısındakı rəqəmlər onu göstərir. Baxın 3 var, 4 var, hətta 8-9-a qədər var. Burada məsləhətçinin hər birinin qeydiyyat tarixi, nə vaxt qeydiyyat olub, mobil telefonu, statusu izah elədik. Şəxsi balı, qrup balı, bunların hamısı göstərilib. Təbii ki, burada ödənmiş ballar olanda düşürür. Biz kataloqun əvvəlindəyik deyə hələ ki ödənmiş ballar yoxdur. Stat proqramı və bir də bu status 1, 2, 3, 4, 5-i mən izah eləmək istəyirəm. Görürsünüz, yuxarıda da yazır ki, aksiyalar zamanı iştirak. Bizə məlumdur ki, şirkətin bir çox aksiyaları var. Ən məşhur aksiyalardan birini deyim ki, çoxdan da zakaz vurmayan kodlara kataloqun sonunda hədiyyələr düşür. Ya pul hədiyyələri, ya hansısa bir hədiyyələr düşür. Həmin hədiyyələr bu sütunlarda olur. Bu sütunlara baxaraq siz görə bilərsiniz. Ola bilər hədiyyələr sarı çərçivəli A hərfi ilə işarə olunur və yaxud da pul hədiyyələri belə adətən niyə görə yaşıl çərçivədə göstərilir məbləği ilə. Məsələn, status 1-də burada ən axırıncıda like 1 yazılıb. Bu nə deməkdir? Bunu izah eləyək. Like 1 o deməkdir ki, məsəl üçün Əliyeva Səltənət like 1 aksiyasındadır. Like Faberlik aksiyası hamımıza məlumdur. Yəni biz 2 ardıcıl kataloq zakaz vururuqsa, 3-cü kataloqdan bizə bir məhsul 70% endirimdən düşür. Və bu 2 kataloqu davam eləyirsə, 3-cüdə bizə like 2 düşür. Amma Səltənətdə like 1 düşüb. Yəni Səltənət bu kataloqda zakaz vursa, bu ikinci kataloqu da onun. Bu ikinci kataloqu da zakaz vursa, növbəti kataloqda o 70% endirimə düşəcək. Bu o deməkdir. Bir dənə like 2 tapaq.
Baxın, burada like 2 də var, like 1 də var. Görürsüz, like 2 göstərilən o deməkdir ki, Rəsulova Günay. Günay xanım, yəni like Faberlic aksiyasına qoşulub və ondan istifadə edir. Artıq neçə kataloqda ki, görürsüz, burada bütün hesabatlar göstərilib. Bu qədər sadədir qrupa baxmaq, qrup məlumatlarına baxmaq. Və qrupda nələr var, nələr yox, kimlərə nələr düşür, hamısını bir-bir qrup məsləhətçilərinə çatdırmalısınız. Bizim borcumuzdur, onlar istifadə elədi, eləmədi. Biz onlara mütləq çatdırmalıyıq o məlumatları ki, sizin Faberlic hesabınızda bu hədiyyələr, bu aksiyalar, bu dəyişikliklər var. Hələ ki bu qədər. Hər kəsə uğurlar.